Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə gələcəyin oyunları 2025 turnirinin açılış mərasimi keçirilib. Bu ölkədə rəsmi səfərdə olan Prezident İlham Əliyev açılış mərasimini Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla birgə izləyib. Gələcəyin oyunları müasir idmanın inkişafında yeni mərhələnin əsasını qoyan qlobal figital turnirdir. Bu yarış fiziki idmanla rəqəmsal oyunları vahid formatda birləşdirərək klassik idman anlayışını genişləndirir və onu 21-ci əsrin texnoloji reallıqlarına uyğunlaşdırır. Turnir dünyada real və virtual idman növlərinin paralel inkişafını təşviq edən, qərargahı Birləşmiş Ərəb Əmirliklərində yerləşən Digital International təşkilatı tərəfindən keçirilir. Yarışın formatı idman baxımından xüsusi əhəmiyyət daşıyır. Turnir 2 mərhələdə təşkil olunur. İlk mərhələdə iştirakçılar fiziki hazırlıq, taktiki düşüncə, sürət və dözümlülük tələb edən klassik idman növləri üzrə mübarizə aparır. İkinci mərhələdə isə onların reaksiya, qərar vermə, strateji planlama və texnoloji bacarıqları rəqəmsal oyunlar vasitəsilə sınaqdan keçirilir. Bu yanaşma idmançının yalnız fiziki gücünü deyil, eyni zamanda zehni çevikliyini və rəqəmsal savadlılığını da ön plana çıxarır. 2024-cü ildə Birləşmiş Ərəb Əmirlikləri 9 iddiaçı ölkə arasında qalib gələrək 2025-ci ildə gələcəyin oyunlarına ev sahibliyi etmək hüququ qazanıb. Turnirə dekabrın 18-dən 23-nədək Əbu-Dabi Milli Sərgi Mərkəzi ev sahibliyi edir. Növbəti nəsil insanlar gələcəyin oyuna devizi ilə təşkil olunan yarışda müxtəlif ölkələrdən olan idmançılar 11 idman növü üzrə mübarizə aparırlar. 5 milyon dollar məbləğində mükafat fondu isə turnirin idman baxımından yüksək rəqabət səviyyəsinə malik olduğunu göstərir. Games of the Future figital idman dünyasının ən böyük tədbiri kimi beynəlxalq idman ictimaiyyətinin diqqət mərkəzindədir. Burada texnologiya idmana əlavə vasitəyə deyil, birbaşa yarışın tərkib hissəsinə çevrilir. Bu isə idmanın gələcək inkişaf modeli baxımından mühüm dönüş nöqtəsi hesab olunur. Turnir idman federasiyalarına, klublara və məşqçilərə yeni formatlarda yarışların təşkili, gənclərin idmana cəlb olunması və kütləviləşmənin artırılması üçün geniş imkanlar yaradır. Keçən il keçirilən ilk Games of the Future turniri 20-dən çox rəqəmsal qayda üzrə 2000-dən artıq idmançı, gamer və mühəndisi bir araya gətirib. Minlərlə azarkeş arenada, milyonlarla tamaşaçı isə televiziya və onlayn platformalar vasitəsilə yarışları izləyib. Ən vacib məqamsa ilk dəfə olaraq ənənəvi idman federasiyaları ilə e-spor ekosisteminin vahid turnir çərçivəsində birləşdirilməsi olub. Bu idman tarixində yeni əməkdaşlıq modelinin formalaşması deməkdir. İdman baxımından gələcəyin oyunları gənc nəslin idmana marağını artıran strateji platforma rolunu oynayır. Texnologiyanın dominant olduğu müasir dövrdə turnir idmanı gənclərin gündəlik həyat tərzinə uyğunlaşdırır. Fiziki aktivliyi rəqəmsal mühitlə balanslaşdırır. Bu model gələcək idmançının həm meydançada, həm də ekranda rəqabətə hazır olmasını tələb edir. Beləliklə, Games of the Future təkcə yeni turnir deyil, idmanın gələcək inkişaf konsepsiyasıdır. Bu yarış klassik idman dəyərlərini qorumaqla yanaşı, onları texnologiya ilə sintez edir və qlobal idman sistemində yeni dövrün əsasını qoyur.